Mənim bir dostum var idi. Uşaqlıqda gözəl xatirələrim olub. Bu insanın indiki vəziyyətində mənim rolum, yəni 100-dən 100-dür. Maddi, mənəvi, mən bunu bəzi imkanlı partnyorlarla tanış eləmişəm. Bu mənim vasitəmlə bəzi işlərə gedib çıxıb, bu mənim vasitəmlə qəşəng pul qazanıb, həyatda öz yerini tutub, hətta ailə həyatı qurmağından tutmuş, az qala intihara qədər gedirdi. O intihardan mən çıxartmışam. Ancaq bir vaxtdan sonra bu adam çox imkanlı, çox zəngin olandan sonra bunun daha imkanlı dostları var idi. Mən o vaxtı bu qədər belə deyim də məşhur değildim. Bu adam getdi artıq o imkanlı dostlarıyla gəzməyə, onlarla vaxt keçirməyə. Artıq bunun həyatında önəmli olan insanlara bunun vaxtı olmadı. Mən ona görə nə etdim? Gözləntimi saldım aşağı. Dedim bu da onun seçimidir. Ola bilər. Başladım həyatımızın gözəl anlarına köklənməyə. O xatirələri indi də mən görəndə, şəkillərdə mənə bir gözəl hiss verir. Mən ona köklənirəm. Deyirəm ki, bundan ən az bir neçə il, bir 10 il, 20 il gözəl bir yolumuz olub, düzdür? O yolda gözəl macəralarımız olub, maraqlı həyatımızın anları olub və o məni yaşadıb da və bizi də yaşadan o xatirələrdir. Mən bu şeylərlə barışdım, tənhalıqdan çıxdım. Sonra bu adam müflis oldu. Müflis olandan sonra artıq zənglər, yenə də ünsiyyət bu şeyləri istədi davam eləsin. Ondan sonra da mən davam eləmədim. Məsələn, mən barışmasaydım, mən nə düşünərdim? Mən düşünərdim ki, heç kəsə yaxşılıq yoxdur. Heç kəsə gərək yaxşılıq eləməyəsən. İnsanlar xəyanətkardır. İnsanların sonu axırda nəsə sənə bir badalaq vuracaq. Bu cür də yaşamaq olar. Həyatın dəyişkən olduğunu qəbul elə. Yaydan sonra payız gəlir, qış gəlir. Və bu normaldır. Yəni bu rahat bu mövzunu sən qəbul eləsən, həyatın stabil olacaq.